İmam Zaman nəzərində olmaq istəyirsinizsə, çalışın ki, cəmaata diqqətli olun, cəmaatın işinə yarayın və dinə dəvətindən gözəl yolu budur. Dilə güc verməyək, valla dilə güc verməyək, danışanda, çox da danışanda bezdiririk. Nə qədər adamlara ağıl qoymaqla olmur, bilirsiniz olmur, adamlar var, ikrah yaradır. Dillə təbliğin o qədər effekti yoxdur. Bilirsiniz, ən yaxşı təbliğ nədir və sadə yolunu deyim. Baxsın sənə desin, bu belə gözəl adamdırsa, gör bunun Allah necə gözəldir. Vəssalam da budur yol. Bundan effektiv təbliğ yolu yoxdur. Bir dənə məddahlar oxuyuram ki, İmam Hüseyndən, axırda deyirlər, ya Rəbbəl Hüseyin, ey Hüseynin Rəbbi. Əslində o Hüseynin Rəbbi sənin də Rəbbindir, hamının Rəbbidir. Niyə deyirsən Hüseynin? Gözəl bəndənin adını çəkirsən ki, Hüseynin Rəbbi gör necə gözəl Allah. Elə yaşayaq cəmaat içində, cəmaat baxsın desin, bunun Allahı nə qədər gözəldir ki, bəndəsi belədir. Ona bəndəlik eləyəndə adam belə olursa, gələk mən Allahla